Salam, hər vaxtınız xeyir. Bu salat yeni il süfrəsini bəzəyəcək və çox ləzzətli, dadlı salatdır. Birincikləri mən badımcandan hazırlamışam. İndi isə badımcanları mən üzərinə duru yağ əlavə edib, daha sonra qoyuram sobaya 180 dərəcədə bu şəkildə yumşalana qədər bişirirəm və soyduqdan sonra qabığını soyuram. Mən bir ədəd böyük badımcandan istifadə etdim. Əgər sizdə badımcan balaca olarsa, kiçik olarsa onda 2 ədəddən istifadə edərsiniz. Və badımcanları qabığını soyduqdan sonra blender vasitəsilə bu şəkildə çəkirəm. Üzərinə bir diş sarımsaq əzib əlavə edirəm və bir yumurta, daha sonra bir çay qaşığı duz, bir çay qaşığı sarı kök, istiot və bir stəkan da süddən istifadə edirəm. Yerdə qalan 2 stəkan da sudan istifadə edirəm və yaxşı-yaxşı qarışdırıram. Üzərinə toplamda 400 qram undan istifadə etdim, əlavə etdim. Yaxşı-yaxşı qarışdırıram ki, içərisində düyürlər qalmasın. Və gördüm ki, qatı oldu. Sizlər də əvvəlcə kıvama baxın. Əgər lazımdırsa su əlavə edin. Mən bir stəkan da su əlavə etdim. Bir də yarım çay qaşığının içərisinə alma sirkəsi əlavə etdim. Bura əlavə etdim. 4 xörək qaşığı da duru yağ əlavə etdim. Və birincikləri bu şəkildə bişirirəm. Gördüyünüz kimi adi birincik xamırından heç də fərqlənmir. Çox gözəl, yumşaq və nazik formada alınır və sadəcə tavanız yaxşı olsun ki, birinciklər tavaya yapışmasın və keçirəm içliyi hazırlamağa. Mən göbələkləri əvvəlcədən təmizləmişəm, yumuşam və doğramışam, qovururam. Bura əvvəlcədən bişirdiyim toyuğun sinə ətinə əlavə edirəm. Sonra rəndələnmiş pendiri əlavə edirəm. Üzərinə bir diş sarımsaq yenə əlavə edirəm və bişirdiyim göbələkləri yenə salat hazırlayacağım qaba əlavə edirəm. Üzərinə mayonez əlavə edirəm. Duz əlavə etmirəm çünki burada pendir var. Əgər duz əlavə edəriksə onda salat duzlu olar. Pendirin özünün duzu var. Mayonez də lazımı qədər əlavə edin və yaxşı-yaxşı qarışdırıram. Bir də burada bir şey də yadımdan çıxdı sizə demək. Badımcan götürdükdə çalışın badımcanın çərdəksiz badımcan olsun. Qışda satılan badımcanlar çərdəksiz olur. Gördüyünüz kimi birinciklər yumşaq, nazik alınıbdır və içərisini doldururam. Həmin salat içliyi ilə bu şəkildə mişox formasında yığıram. Yığdıqda da çalışmaq lazımdır ki, bəzəkli görsənsin. Bu şəkildə düzəltmək lazımdır əl vasitəsilə və soğan yarpaqları ilə bu şəkildə bağlayıram. Soğan yarpağını da dartdıqda yavaş dartmaq lazımdır ki, qopmasın. Yerdə qalan uc hissələrini isə mətbəx qaçısı ilə kəsirəm. Yerdə qalan birinciklərin hamısını içlikləri içərisində doldurub və bu şəkildə mişox formasında bağlayıram. Mən inanıram ki, siz bu birincikləri hazırlasanız, bu mişoxları hazırlasanız heç də peşman olmayacaqsınız. Çünki birinciklərin dadı bambaşqa, yəni içərisində badımcanla hazırlanmışdır və içərisində olan salatın dadı bambaşqa, çox gözəldir və sarımsaq ətri də evi bürüyür. Belə bu şəkildə hazırlayın və stolun üzərinə qoyun. İnanın, stolun üzərində bir bəzəkli kimi duracaqdır. Yeni il üçün ən əlverişli salat növüdür və mütləq hazırlayın. Yeyənlərə nuş olsun. İzlədiyinizə görə təşəkkür edirəm.